Bura güyümlərdən aşağıda yerləşir. 4 sot yarım həyətdir. Bu gördüyümüz həyətdir. Həyətində meyvə ağaçları, gülü, çiçəyi, palması, müxtəlif cür dekorasiya ağaçları var. Bu gördüyümüz evdir. Qabağı belə naves. Üst örtüyü, evin üst örtüyü dəmir, navesin üst örtüyü şifir, dəmir qarışıq. Həyətdə ayaq yolu, evdə ayaq yolu. Evin altı padvaldır. Qalxdığımız zaman qarşıda belə bir mətbəx. Bu mətbəxidir. Evin təmiri yaxşıdır. Bu hissədə hamam ayaq yoldur. Bura böyük bir zaldır. Bu zalı. Ev ümumilikdə 4 otaqdan ibarətdir. Otağın biri bu hissə. Qapıdan girdiyimiz zaman sağda və qarşıda 2 otaqdır. Bu hissədə bir otaq. Otaqların da təmiri normaldır. Bura yataq otağıdır. Bu ikinci yataq otağı. Bu da üçüncü yataq otağıdır. Evin satışında bəzi əşyalar qalasıdır. Yəni evdə bir çox əşya saxlanılasıdır satış zamanı.